İstənilən halda Putin yox demir. Elə şərtlər deyir ki, Sevinç xanım, elə yox desə ondan yaxşıdır. Yəni, axı Rusiya tərəfi heç zaman yox demir. Rusiya tərəfi hər zaman deyir ki, Ukraynalılar bizim qardaşımızdılar, orada çaşanlar var, nə bilim, güya. Belə də, yəni bunlar öz aləmlərində belə təqdim edirlər və Amerika ictimaiyyətinə də belə ötürürlər mesajları ki, orada səhv rejim var və səhv eləyənlər var. Ona görə biz gedirik orada qayda qanun yaratmağa. Rusiya tərəf özünü böyük bir oyuna salıb da, yəni necə salıb? Götürüb Ukraynanın ərazilərini yazıb öz əraziləri. Hansı formada dayandırmaq olar? Əvvəla 2022-ci ilin fevral ayında qoşunlar gələndə səsləndirdiyi tələblərin heç biri yerinə yetirilməyib. Ukrayna nə ordusuzlaşdırılmayıb, nə millətsizləşdirilməyib, üzr istəyirəm, millətsizləşdirilməyib daha doğrusu. Nə də Rus dilinə dövlət statusu verilməyib, nə Ukrayna öz konstitusiyasından NATO normasını çıxartmayıb, çünki konstitusiya, heç bugün konstitusiya çoxluğu da yoxdur Ukrayna parlamentində. Məsələ açıqdır. Təbii ki, müharibə davam edəcək. Növbəti dəfə Putin, təbii ki, Trumpı Amerika ictimaiyyəti gözündən salmaqda və bütövlükdə demokratiyanın necə bir yaxşı bir şey olmadığını göstərməkdə davam edəcək. İstənilən halda təbii ki, Rusiya tərəfinə müharibəni dayandırmaq fikrində deyil. Belə fikirdə olmayıb, çünki onun qarşısına, silahlı qüvvələrin qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyiblər. Təbii ki, ərazilər tutulub, 18% ərazi Ukraynanın işğal altındadır, amma həmin ərazilərdə də deməli, bugün yenə də müqavimət var və Ukrayna silahlı qüvvələri hətta dünənləri bilirsiniz, 24-26 kvadrat kilometrdə həmin ərazilərdən geri qaytardı. Bütövlükdə heç bir deadline-dan söhbət gedə bilməz. Bunlar hamısı, biz sizlə bunu dəfələrlə danışmışdıq ki, bunlar hamısı bir artistin tamaşası idi. O artistin də adı Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Donald Trump'dır ki, Amerika ictimaiyyətini aldatdı ki, mən müharibəni çox yaxın zamanlarda bitirəcəm. İndi bitirmək istəyirsə, sanksiyaları artırsın, neftin də qiymətini salsın sıfıra, Ukraynada istədiyimiz qədər silahları versin, müharibə bitsin. Bu yolla etmək mümkündür. Amma hansısa danışıqlar yolu ilə Rusiyanı razı salmaq qeyri-mümkün.